Sabahınız xeyir olsun əziz tamaşaçılar. Sabahınız xeyir olsun. Həftədən geriyə qalanlara birlikdə baxırıq. Akşamınız xeyir, diqqət mərkəzinə baxırsınız. Внимание, против команды Джалала Оруджа. Yeni mövsüm, yeni proqramlar, yeni seriallar. Hər mövsüm televiziyadan gözləntilər bunlardır. Televiziya komandaları üçün isə bu, mövsümün ilk efirindən xeyli əvvəl başlayan, aylarla davam edən böyük bir hazırlıq mərhələsidir. İctimai televiziya üçün bu hazırlıq artıq başa çatmaq üzrədir və görünən odur ki, 21 yaşını tamamlayan telekanal tamaşaçını bu dəfə yalnız yeni layihələrlə deyil, tanış proqramlara yeni nəfəs verməklə də təəccübləndirməyə hazırlaşır. Hər il olduğu kimi ictimai televiziya bu dəfə də tamaşaçılarını biraz təəccübləndirmək üzərində qrup siyasətini, maraqlı layihələrimiz gəlir, maraqlı filmlərimiz gəlir, yeni seriallar olacaq. Əgər biraz intizar pərdəsini yığışdırası olsaq, onu deyim ki, ilk efirə çıxacaq serial elə sentyabrın ilk günlərində bizim ilk təcrübəmizdir, bir adaptasiya üzərində çalışmışıq. Bir Kolumbiya serialını Azərbaycan reallığına uyğunlaşdırmağa çalışmışıq. O serial gələcək, onun anonsu artıq efirdədir. Serial və əyləncə layihələri bir tərəfə, İTV-nin yeni mövsümdə əsas diqqət ayırdığı istiqamətlərdən biri də tamaşaçının gündəmini daha dərindən izah etməkdir. Çünki informasiya sürətlə yayıldıqca tamaşaçının ehtiyacı yalnız hadisəni eşitməkdən ibarət deyil. Onun üçün baş verənlərin səbəbini, nəticəsini və bundan sonra nə dəyişəcəyini bilmək də getdikcə daha vacib olur. Bizim diqqət mərkəzi xəbərimiz var, İTV Xəbər yekun proqramlarımız var və tamaşaçılar tərəfindən sevilir. Biz həmin proqramları davam etdirəcəyik, sadəcə onların keyfiyyətini biraz da artıracağıq, tamaşaçıları maraqlandıran məqamları nəzərə alacağıq. Sürətlə dəyişən informasiya mühitində İTV-nin ənənəvi üstünlüyünü qorumaq üçün əsas şərt dəyişmir. Tamaşaçıya doğru məlumat çatdırmaq. Xəbərlər departamentində yeni mövsüm hazırlığı da məhz bu prinsip üzərində qurulur və burada hər gün efirə çıxan xəbərin arxasında kifayət qədər böyük bir komanda və ciddi iş dayanır. Gün ərzində biz 6 xəbər buraxışı efirə hazırlayırıq. 2 saatdan bir. Bu deməkdir ki, İTV Xəbər, İctimai Televiziya həm də xəbər kanalıdır. Hədəflərimiz böyükdür. Təbii ki, onu zaman göstərəcək. Biz üzərimizə düşən, deyək ki, işləri, tapşırıqları uğurla yerinə yetirməyə çalışacaq. İTV-də yeni mövsümün təqvimi isə yalnız xəbərlə və studiya proqramları ilə məhdudlaşmır. İdman redaksiyası üçün mövsümün başlanması əslində ayrıca bir başlanğıc deyil. Çünki böyük yarışlar davam edir və yeni mövsümlə birlikdə azarkeşləri yenidən ekran qarşısına toplayacaq turnirlər başlayır. İdman belə bir sahədir ki, bizdə mövsüm dayanmır, yəni fasilə olmur və bu baxımdan demək olmaz ki, biz yeni mövsümə hazırlaşırıq. Biz ümumiyyətlə yeni mövsüm bitməyib bizdə və o ki qaldı, ümumiyyətlə, yəni sentyabrdan İctimai Televiziyanın efirində idmanla bağlı təbii ki, yenə də çox rəngarəng kontent, məzmun olacaq. Yeni mövsümün səhəri isə ənənəvi olaraq Sabahın Xeyir Azərbaycanla açılacaq. Tamaşaçı yeni studiyanı artıq ötən mövsümdən tanıyır. Amma bu dəfə studiyanın içində yeni simalar, yeni rubrikalar və səhər efirinə əlavə olunacaq yeni nəfəs olacaq. Bu ildə layihəmizdə maraqlı yeniliklər olacaq, yeni simalar olacaq, bir-birindən gözəl rubrikalar olacaq. Tam hazırıq və mövsümü ilk açan layihələrdən biri. Bəzən isə böyük gündəmin içində ən vacib xəbər bir vətəndaşın illərdə həll olunmayan problemidir. İTV-nin Xəbərimiz var layihəsi də yeni mövsümə məhz bu problemlərin ardınca getmək, müraciəti ekrana gətirməklə kifayətlənməyib, onun nəticəsini izləmək iddiası ilə başlayır. Xəbərimiz var yeni mövsümə yenilənən proqram olaraq gəlir. İstər mövzuların təqdimatında, istər çəkilişlərdə, vizual həllərdə, istərsə də tamaşaçılarla ünsiyyətdə yeniliklərimiz olacaq. Vətəndaşlar onları narahat edən problemlər, həllini gözləyən məsələlərlə bağlı 010-230-40-40 nömrəli qaynar xəttimizə müraciət etməklə problemlərini bizimlə bölüşə bilərlər. Səhər efirindən həftənin yekununa qədər isə İTV-nin yeni mövsümündə bir xətt dəyişmir. Tamaşaçıya daha çox toxunan, onun gündəlik həyatında qarşılığı olan mövzular tapmaq. Hər bazar günü efirə çıxan İTV Xəbər yekunda yeni rubrikalar ilə bu xətti davam etdirəcək.
İTV Xəbər yekun kollektivi olaraq biz İctimai Televiziyanın yeni mövsümünə də çox ciddi hazırlaşmışıq və tamaşaçılarımıza söz veririk ki, bu mövsümdə onları çox maraqlı bir proqram gözləyir. Daha bir sürprizimiz var izləyicilərimizə. Yeni layihəmiz olmalıdır inşallah efirdə və mən əminəm ki, bu layihəmiz də efirə çıxacaq və o da İTV Xəbər yekun kimi seviləcək və izləniləcək. Televiziya ilə paralel olaraq radioda yeni mövsümə hazırlaşır. Burada məqsəd efirə sadəcə bir neçə proqram əlavə etmək deyil. İctimai radio istəyir ki, dinləyici radionu yalnız avtomobildə, yolda olarkən xatırlamasın. Gündəlik həyatının müxtəlif anlarında da onun səsinə ehtiyac duysun. Dinləyicilərin öyrəşdiyi səhər şoumuz, axşam şoumuz hamısı yerində qalır. Ənənəvi olaraq onların həftə sonları eşitdikləri Rahib Azərinin verilişi və yaxud da həftə içi eşitdikləri Can Azərbaycan verilişi yeni bir çalarlarla artıq efirdə olacaq və bir sürpriz layihəmiz də gözlənilir, amma o barədə indidən danışmaq istəmirəm. Beləliklə, yeni mövsüm üçün hazırlananların siyahısı kifayət qədər uzundur. Seriallar, intellektual layihələr, müzakirə proqramları, yeni rubrikalar, sosial hekayələr, canlı idman yarışları, radio layihələri və tamaşaçıya hələ adı belə açıqlanmayan sürprizlər. Amma bütün bunların arxasında əslində bir məqsəd dayanır. 21 yaşına çatan İctimai Televiziyanın tamaşaçı ilə münasibətini yeni mövsümdə də canlı saxlamaq və 21 yaş münasibəti ilə son söz yenə İTV-dəndir. İctimai televiziyada çalışan, İctimai televiziyada çalışmış, İctimai televiziyada çalışacaq, bəlkə də bizi indi baxan hər kəsi İctimai televiziyanın yaranmasının növbəti ildönümü münasibətilə təbrik etmək istəyirəm. Ümid edirəm ki, İctimai televiziyanın fəaliyyəti ili-ildən daha tamaşaçının ürəyinə daha doğrusu yatan forma alacaq və alıb, kim bilə bilər.